Sumi vilayəti Ukraynanın 24 vilayətindən biri. Sumi vilayəti 10 yanvar 1939-cu ildə vilayət statusu aldı. Bu vilayətin Romni, Gluxov, Sumi, Belopolye, Lebedin, Sredina Buda, Drujba və digər şəhərləri mövcuddur. Sumi vilayətinin inzibati mərkəzi isə Sumi şəhəridir. Bu şəhər 1652-ci ildə salınıbdır. Sumi vilayətinin böyüklüyü 23800 kvadrat kilometrdir. Əhalisi isə təxminən 1,2 milyondur. Sumi vilayəti olduqca yaşıl bir vilayətdir. Burada meşələr, hündür ağaclar, parklar və gözəl təbiət mövcuddur. Həmçinin bu vilayətin gözəl və bitki üçün əlverişli torpağı mövcuddur. Buna görə də bu vilayətdə kənd təsərrüfatı, taxılçılıq inkişaf eləyibdir. Vilayətin də əsas gəlir yerlərindən biri elə kənd təsərrüfatı, taxılçılıq, heyvançılıqdır. Həmçinin vilayətin digər gəlir yerlərindən biri isə sənaye sektorudur. Burada gübrə, kraska, rezin və plasmas məhsulları düzəldirlər. Sumi vilayəti həmçinin Çerniqov, Poltava və Xarkov vilayəti ilə sərhəddir. Həmçinin bu vilayətin Rusiya Federasiyası ilə də sərhədi mövcuddur.